Çok büyük olmasa da ama mənaca çok büyük. Çünkü tədbirə görə çok sağ olun. Ben bir neçə gündür bilirdim tədbir usta keçirmədi. Süleyman Nəriman Həsənzadə ilə danışdım, bizim əzizimiz. Müdadə Bamalı ilə danışdım. Əslində o özü məni yazmışdı. Ve digər bütün bizim o insanların hamısının adından ben sizi salamlayıram, size salamlarını çatdıram. Onlar da bizim əzizimizi çok sevirlər, mənmədi. Can sağlığı hamımıza. Eyni zamanda Məhəmməd bizden bir 5-6 yaş böyükdür. Bizim tələbəlik illərimiz, gənclik illərimiz olanda Məhəmmədin yaradıcılığının çok gözəl vaxtı. Allah rəhmət eləsin. Ondan xeyli söhbət eləndi burada, televiziyada baxdıq, ekranda. Ağamalı Sadiqə. Ben Ağamalı Sadiq'in evində tanış olmuşam Məhəmməd. Ağamalı Sadiq'in evi Allah Nabat Bacı'ya gəldi, Allah sana sağlığı versin. O bizim qulluğumuzda durur. Bax orada ben Məhəmmədi görmüşəm, Akif Səmədi görmüşəm. Orada ben bizim aşklarımızı görmüşəm. Qazaqdan olan şairləri görmüşəm. Yəni bu ailədə mənimlə bir olan bir üzvü kimi olmuşdur. Biz Allah onlara Ağamalıya rəhmət eləsin. Həqiqətən onlar o qazağın incə dərəsi deyəndə tamamilə elə bilirlər ki, qazaq boyda bir yerdir. Amma elə deyil, üç kənddir. Eldar müəllim gözəl dedi. Amma orada evin hansı evi, qapısını qolun, sənin bayatı ilə, qoşma ilə, sazla. Qocası da, 100 yaşında olan da bu insanlar belədirlər. Həqiqət belədir. Ona görə də mən bir daha hamını salamlayıram. Biz ictimai birlik olarak 90-cı ildə bu ictimai birlik yarandı. İbrahim Məndili, hansı ki alçaq mənfur qonşularımız bizə hücum edən vaxtları, Qazanın 7 kəndi işğal olunan vaxtları, hansı ki onun prezidentimizin sayəsində, Dəmir Yumruğun sayəsində o 4'ü qayıdır, 3 kənddə məsələsinə baxılacaq. Yəni o zaman bu ictimai birlik yaranır. Biz de bunun üzvüydü, yanımızdan gelen təbliğatlarda olurdu. Amma qismət elə gəldi ki, artıq 9-cu ildə mən İctimai bir İdarə Heyəti səhvini seçirdim. Əvvəl ki, gələyəndən mən biraz çətinlik var idi. Çünki ağır bir işdir. Amma indi fərq edirəm ki, həqiqətən belə də lazımdır. El olmaq üçün insan olmalıdır, fikirləşməlidir. Çünki bu bizim bir mənəvi borcumuzdur. İbrahim İlyas'a da sağ olsun. Neçə dəfə burada bu tədbirləri keçirdik, Quzalda mən olmuşam. Qədirə xanım da tədbir burada olmuş desin, Mehdi xanımdan, Allah ona rəhmət eləsin. Sonra Bakıda da, Eldar var, bizim Atatürk mərkəzimiz var. Bak, bütün bizim ictimai birliyin tədbirləri o mərkəzdə keçirdik. Sumqayıtda ona vəz edən poeziya, İbrahim mənim başqondan. Mən həqiqətən Məhəmməd müəllim, Məhəmməd qardaşımızı bir daha təbrik edirəm, can sağlığıyla. Və orada biz Məhəmməd müəllimin 3 yubileyində mən olmuşum. Sizlə bərabər 60 illikdə olmuşuq Eldar müəllim. 65'də də olmuşuq, 70'də də, indi qismət 75'ə də görüşürük burada. Allah'tan sağlığı versin. Mən bu ictimai birliyin üzvləri Qazaq, Akstafa, bütün Qazaq mahalının insanlarıdır, ziyalılarımız var. O qədər tədbirlər keçirdik, o qədər bu pandemiya dövründə, sonra 44 günlük müharibə, ikinci vətən müharibəsi dövründə həqiqətən mən gördüm bu insanların fədakarlığı. Çok büyük. Sınavdan keçdi eyni zamanda. İctimai birlik olarak olanların çoxusu bizim ictimai birliğimizdir. Qazağımız orada oturur şairimiz. Allah size salamlayı üstənmədim. Hamısı hələ bir qələminlə, biri ne bileyim ben atınla, bir arabasıyla, hələ bir şeylə orada qabaqda olur. Ben o yubileylərdə olanda yadıma düşür, indi bizim gənclərimiz məni dəstəkləyəcəksiniz, okuyan uşaqlar çox azdır. Bədii ədəbiyyat okuyan, romanlar okuyan, dünya ədəbiyyatından tutmuş özümüzünkiləri okuyan. Bu da hamısı ondandır ki, bu artıq o saytlarda, filan şeylərdə yayılıb kitablar da çox okunur. Amma biz
Ulduz jurnalını, Azərbaycan jurnalını, Azərbaycan gənclərini, qəzetini, həftənin gözlüyü yolunu çıxardı. Orada çoxlu şehirlər olurdu. Mən nə qədər orada şehirlər olmuşam, özüm üçün qeydlər eləmişəm. Amma Məhəmməd İbrahim Səmədoğlu'nun 86-cı ildə yubileyi əlaqəsində orada xeyli şehirlər çap olunmuşdu, yubileyi ilə bağlı. Mən orada bir şehirli kitabçama yazmışdım. Mən onu bir yubileydə demişəm. Səmədoğlu'na yazmışdı Telli Sazar. Şehrin adı Telli Sazar'ydı. 5 şehirdən ikisi yadımda deyərəm sizə. Elə bir saza baxıb xitabən Səmədoğlu'na yazır ki, mən sənə baxıram alışır sinəm, elə bir üstümə o da lənifdir. Kədər aman vermir, danışam, dinəm, qəhər gözlərimdə girərəm. Danış ay telli saz, kükrə, dalğalan, səsimi dinləsin, dərə, dağ, dəniz. De şair ölməyər, yalandır, yalan, onun nəğmələrdə yaşadır. De ki, el yolunda şam olanların bu torpaq qəlbinə od pay verər. Ona vurğun kimi vurulanları, o da vurğun kimi zirvələndir. Yəni bu, həqiqətən mən bu şiiri o vaxtı jurnaldan oxumuşdum. Sonra Məhəmmədin kitablarında, hamısı məndə çoxsu var, tapamadım heç bir kitabında. Bu jurnalda çıxan, sonra kitab çap, onunla elə bir düşmüşdü ona. Mən o vaxt onu jurnaldan almışdım. Mən İbrahim müəllim, çox danışmaq lazımdır, hələ deyilənlər var, sözlər olacaq. Bütün Qazaq malı insanın adından, Qazaq Mustafa rayonlardır, başda yaşayan, ölkədə kənarda yaşayan bütün insanların, İctimai Bilgi Üzvləri adından, Nəğman müəllimdən müdadı məlumatı çatdırdı. Təbrik edirəm. Allah can sağlıq etsin. Bu tədbiri təşkil edənlərə Allah can sağlıq etsin. Hamınızı bir daha almışlayıram, təbrik edirəm. Oğluna halal